Deyirlər ən gözəl desert insanın qarnını yox, ruhunu doyurandır. Tiramisunun adı da təsadüfi seçilməyib. İtalyancadan tərcümədə məni yuxarı qaldırır, yəni enerji ver, xoş əhval ver deməkdir. Amma çoxları bilmir ki, bu desert restoran mətbəxində deyil, adi bir İtalyan evində yaranıb. Bir qadın uzaq səfərə çıxan yoldaşına güc versin deyə evdə olan ən dadlı ərzaqları birləşdirib və nəticədə dünyanı fəth edən bir desert ortaya çıxarıb. Yəni bu desertin içində sadəcə dad yox, həm də sevgi, qayğı və biraz da İtalyan romantikası var. Ona görə də tiramisudan hər bir qaşıq insana sanki rahatlıq verir. İndi isə keçək tiramisunun hazırlanmasına. İlk olaraq kremi hazırlayıram. Orijinal reseptdə mascarpone işlədilir. Mən əvəzində labne istifadə etdim. Qaymaq və labneni qarışdırıb kənarda gözlədirəm. Qeyd etməliyəm ki, hər ikisi soyuq olmalıdır. Sonra yumurta sarılarını şəkərlə çalıram. Açıq rəng və krem kimi tekstur alınana qədər çalmağa davam edirəm. Başqa bir qabda isə yumurtanın ağını köpükləndirirəm. Bərk və həcmlənmiş şəkildə olmalıdır. Əvvəlcə yumurtanın ağ və sarısını ehmalca qarışdırıram. Sonra bu qarışımı krem pendirə yavaş-yavaş hissələrlə əlavə edirəm. Bu, həm yüngüllüyün yaranmasına, həm də ipək kimi hamarlığın yaranmasına səbəb olur. Saviordinin hazırlanma qaydasını profilimdə paylaşmışam. Kokoslu tiramisudan qalan bu saviordi peçenyeləri buzluğa qoymuşdum. Elə çıxartdığım kimi də işlətdim. Nə əlavə qızdırmağa, nə də ki, bişirməyə ehtiyac qalmadı. Saviordiləri qəhvə qarışığına çox saxlamadan batırıb çıxarıram. Qaba ilk olaraq saviordi düzürəm, üzərinə krem çəkirəm. Sonra ikinci qat saviordi və yenə krem. Deserti 4-5 saat soyuducuda saxladıqdan sonra üzərinə kakao sərpirəm. Dadların birləşməsi üçün soyutma mərhələsi vacibdir. Klassik reseptdə likör istifadə olunur, amma mən bunun əvəzinə qəhvə işlətdim. Bu versiya hər kəsə daha uyğun və daha yüngül olar deyə düşündüm. Tam resepti açıqlamada qeyd etmişəm. Klassik tiramisudan əlavə kokoslu tiramisu da hazırlamışdım. Keçib baxa bilərsən. Tiramisunun hansı versiyası sənin favoritindir? Klassik, meyvəli, yoxsa daha kreativ versiyan var? Şərhdə yaz, bəlkə növbət dəfə sən seçimini hazırladım.